Allah çox sadə reseptlərlə deyir ki, qohumlarla əlaqəni pozmayın. Qonşularla əlaqə, çöldəki insanlarla, ehtiyacı olanlarla. İndiki insan kimdir? İndiki insan heç kimi görmək istəmir. İndiki insan tənha insandır. Evinə qonaq gələndə narahat olurlar. Gəncləri məcbur edirlər ki, xalava zəng elə, təbrik elə, nənəvə zəng elə, babava zəng elə. Məcbur edirlər və çatmır onda, yoxdur. Başqa bir dünyada böyüyüb, ölü insanların dünyasında böyüyüb. İnsana sevinmirlər. Ömür keçir beləcə. Yalnız həmin adam öləndə, nənə baba öləndə deyir, ay da kaş sağ olaydı, başına fırlanardım. Fırlan da. Ona görə ibadət nədir? İbadət ölmək deməkdir. Ölmək sənətidir ibadət. Qiyamət günündə Allahın huzurunda necə durursansa, qiyamda elə durursan. Ölmüsən sən artıq. Və namazdan sonra çıx, dirilmiş kimi, get gör evdə kim var, sarıl olaraq. Sən ölmüşdün artıq. Fəlsəfə də ölmək sənətidir. Çünki ölümdə, hər ölümdən sonra bir dirilik var. Ölümün içindədir dirilik. Diriliyi yaxalamaq lazımdır. Çox vaxtlar belə bir şey eləmək lazımdır, ailədə belə şey. Mən sizə bunu deyərdim ki, əgər diri deyilsizsə, sizin ailəniz məhv olacaq. Necə qurmağınızdan, necə qazanmağınızdan, nə bilim, necə yanaşmağınızdan asılı olmayaraq, yeganə resept var diri insan olmaq, axıra qədər. Ər işdən gələndə qadın sevinmir. Ya qadın işdən gələndə əri sevinmir. Nədir biz bu itdən də ağılsız olduq? Şükranlığımız yoxdur bizim. Həyat yalnız bundan ibarətdir. Dirilikdən. Və bu dirilik həyatın reseptidir. İki ölü insan bir-birinə rast gələcək, dirilik yaranmayacaq. İki diri insan, iki xoşbaxt insan bir-birinə rast gələcək və diriliklərini davam edəcəklər evlatlarından. Bu münasibətlərin xoşbaxtlığı odur. Həyat çətin ola bilər, kasıbçılıq içində gedə bilər, amma diri ola bilər. O diri həyat xoşbaxtlıq deməkdir. Həyatı qulaqlarına yemirlər, yaşayırlar bu ömrü. Xoşbaxtlığın resepti və münasibətlərin sağlamlığı da budur. İnsan yatır, bir də görür ki, ərindən xəbəri yoxdur, biri görür ki, arvadından xəbəri yoxdur. Deyir, mənə diqqət eləmirdi, mən də getdim, xəyanət elədim. Deyir, mənlə öyünmürdü. Elə olur da həqiqətən də. Kişini aslan yerinə qoymursansa, daima tənqid eləyirsənsə uşaqlarının yanında, əksildirsənsə, kişi sıxılır ki, təbiətinə uyğun deyil axı, təbiəti ondur ki, o aslan olmalı. Yandan bir qadın çıxır, başlayır ona demək ki, ay siz necə böyük adamsınız, siz necə dahisiniz, siz necə qəhrəmansınız. Saqqızını uğrayır onu. Yavaş-yavaş gedir o qadınla görüşməyə, çünki onun yanında özünü kişi hiss edir. Arvadın yanında uşaqlar var falan, amma orada özünü qəhrəman hiss edə bilmir axı. O qadın da bilir o nətər yoldan çıxarmaq lazım. Amma daha başa düşmür ki, oğurluqla heç kim zəngin olmur. Oğurluq səadət olmur. Ona görə Quran daima təkrar ki, öz qadınlarımız, öz ərlərimiz artığına göz dikmək heç nə verməyəcəksə. Allah ümumiyyətlə oğurluğa, yalançılığa, nə bilim bu cür şeylərə yasaqlar qoyubdur. Niyə görə? Çünki insanın tərbiyəsi pozulur. İnsanın tərbiyəsi onda pozulur ki, insan elə gəlir ki, başqasının taleyini oğurlaya bilər. Yox, sənin öz taleyin var. Sənin qabağına nə qədər ruzi qoyulubsa, bunu qramına qram müəyyənləşdirib qoyublar sənin qabağına. Sən əgər elə düşünürsənsə ki, kimsə sənin haqqına girdi, yox, heç kim sənin haqqına girəməz. Sən hansı dərsləri yaşamalısansa, ona uyğun taley qoyurlar sənə, dizayn edirlər sənə. Ona uyğun hadisələr planlayırlar. O dahi rejissor səhnə-səhnə onu quraşdırır ki, məsələn, buna mən bu rolu oynadacam ki, bu rolun nəticəsində o həqiqət yaşantısını. Biz niyə teatrı sevirik? Biz niyə roman oxumağı sevirik? Çünki orada ömürlər yaşanır. Ömürlər yaşanır, bir həqiqət dərk olunur ömrün nəticəsində. Və biz teatr tamaşasından çıxandan sonra belə çox təsirlənmiş çıxırıq. Çünki bir ömrə girdik, çıxdıq. Bir ömrün həqiqətini öyrənmiş olduq orada.
Allah da eyni şeyi bizlərlə yaşadır.